Mərhəmətli gəlinimiz Alyona xanım Gəncədə 37 saylı orta məktəbin açılışında olub və orada 50 velosiped uşaqlara verib. Bütün Azərbaycan mediası, hökumətin troll mediası bunu Alyona öz pulu ilə 50 velosiped alıb uşaqlara verdi. Başlığı ilə paylaşıb. Amma qəzetçi jurnalı araşdırma aparıb və araşdırma nəticəsində məlum olub ki, Alyona heç öz pulu ilə belə bir şey almayıb. Velosipedin biri 300 manatdan başa gəlib və 15.000 manata Azərbaycan Velosiped Federasiyası tərəfindən alınaraq verilib. Bəli, gəlin ocağa çəkər. Qaynanası, qaynatası kimi tam saxtakarlığın dibinə qədər batıblar. Dövlətin büdcəsindən alıb uşaqlara verirlər, amma öz PR-ı üçün. Millətə isə təqdim edirlər ki, Alyona öz cibindən aldı. Hardan da Alyonada 15.000 manat?